Əziz müəllimlər və şagirdlər, bugünkü video izahda sizə 5 iyul tarixində keçirilən 3-cü qrupa aid olan şans imtahanının izahını çəkib paylaşacağım. Birinci Azərbaycan dili suallarına baxacağıq, daha sonra ədəbiyyat suallarının izahını çəkib yerləşdirəcəm. Siz də bu cür dərs videolarının izahını gəlmək istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib, paylaşmağı, zəng yazmağı yaddan çıxarmayın. Birinci suala deyir ki, müqayisə cədvəlinə və nümunələrə əsasən doğru fikirləri müəyyən edin. Birinci üç bucağa baxaq, deyir, həm budaq cümlənin, həm də baş cümlənin tərkibində suala cavab verməyən cümlə özü var. Əgər onlarda sənin düşündüyün məlumat varsa budaq cümlədir və predikativ sözdür, suala cavab vermir. Narahat olmağa ehtiyac yoxdur. Yoxdur da predikativ sözdür, suala cavab vermir, baş cümlədə yer almışdır. Bu düz fikirdir bunun üçün. İndi ikinci cümləyə baxaq. Haradakı insanlara qarşı sevgi yoxdur. Yoxdur nə? Sevgi. Oradan uzaqlaşmaq lazımdır. Lazımdır nə? Oradan uzaqlaşmaq. Bu hər iki cümləyə aiddir. Yəni hər iki cümlədə, baş və budaq cümlədə suala cavab verməyən cümlə özü var. Budaq cümlə baş cümləyə tabelik bağlayıcısı və şərt şəkilçiliyə bağlanıbdır. Elə birincə baxdım ki, varsa burada şərt şəkilçisi deyil, isənin qısaldılmışıdır. Əgər düzdür, şərt bağlayıcısı, amma sasə burada isənin qısaldılmışıdır. Ona görə bu da getdi. İkini də sildik. İkinci cümləyə baxaq. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanıb. Bəli, harada bağlayıcı sözdür, 3 düzdür. Baş cümlənin tərkibində ikinci dərəcəli üzv iştirak etməyib. Baş cümlənin tərkibində oradan uzaqlaşmaq lazımdır. Lazımdır nə? Oradan uzaqlaşmaq. Məsdər tərkibidir, mübtədə xəbərdir. 4 düzdür. Baş cümlədə həm ismin, həm də fiilin xüsusiyyətini daşıyan sözdən istifadə edilib. Yəni demək istəyir ki, məsdər var. Baş cümlədə, birinci cümlədə görə baş cümlədə narahat olmaq, bəli, məsdər var. İkincidə isə uzaqlaşmaq, məsdər var. 5 düzdür. Budaq cümlədəki təyin ismi birləşmə ilə ifadə olunub. Budaq cümlədəki təyin, haradakı insanlara qarşı sevgi yoxdur. Burada ümumiyyətlə budaq cümlədə təyin yoxdur. Ona görə 6 səhv fikirdir. Cavab 3, 4, 5 C variantı. Baxaq növbəti suala. İkinci sualda deyir ki, hansı cümlədə tərz hərəkət zərfliyi feili bağlama ilə ifadə olunmuşdur? Rahat sual oxşur. Ana övladlarını tək başına böyütmüşdür. Böyütmüşdür kim ana, kimi övladlarını, necə tək başına zərflə ifadə olunub. Qaranlıq düşdükcə sərinmək güclənir. Güclənir də nə vaxt, nə zaman? Qaranlıq düşdükcə. Bu zaman zərfliyidir, yəni tərz hərəkət zərfliyi deyil. Biz kəndə girəndə xərcə ilə qarşılaşdıq. Bəli, burada da kəndə girəndə zaman zərfliyidir, yəni feili bağlama olsa da bizə feili bağlama deyir, feili bağlama tərkibi demir. Səməd səbirsizliklə mükafat gözləyirdi. Gözləyirdi kim Səməd, nəyi mükafatı, necə səbirsizliklə tərz hərəkət zərfliyidir, amma feili bağlama deyil. Aslan gülə-gülə otaqdan çıxdı kim aslan, necə gülə-gülə feili bağlamadır və tərz hərəkət zərfliyi cavab Y variantı. Baxaq 3-cü suala. Uyğunluğu müəyyən edin. Suallar rahat suallardır. Sadəcə həcmi böyükdür deyə biraz uyğunlaşdırmaq falan var. Vaxt aparan suallardır. Amma çətin suallar deyil. Yəni 2 başlı suallar falan yoxdur. Baxaq. Uyğunluğu müəyyən edin. Deyir ki, sadə sözlərin birləşməsi yolu ilə yaranan mürəkkəb söz işlənib. Sadə və düzəltmə sözün birləşməsi yolu ilə yaranan mürəkkəb söz işlənib. Baxaq, babam istiqanlı insandır. Sadə və düzəltmə sözünün birləşməsi yolu ilə yaranan mürəkkəb söz. Bəli, istiqanlı, sadə, istiqanlı düzəltmə sözü və mürəkkəb söz əmələ gətirib də burada. Ona görə 2-yə girəcək A variantı. Daha sonra baxaq, özü ilə gətirdiyi kəklik otunun hər ikisi sadə sözdür və hər ikisi sadə sözdürsə bu birinciyə girəcək. Daha sonra enli kürək, enindən enli kürək sadə, biri düzəltmə, biri mürəkkəb yolu ilə yaranmışdırsa, bir dəqiqə, enli kürək oğlanlar, mürəkkəb söz işlənir. Enli kürək oğlanları seçib xüsusi alaya apardılar. Sadə sözlərin birləşməsi yolu yaranan mürəkkəb söz işlənib. Baxaq, bəli, bu girəcək, necə oldu, 1-ə B, 2-yə A, hər iki həm də C girəcək də.
Daha sonra həkimlər it burnu bitkisinin əhəmiyyətindən çox danışırlar. İt burnu. İkisi də sadədir. Bir də budur 2 acı D variantı. Deyirlər ki, Səməd bəy çox açıq ürəkli. Hər ikisi düzəltmədir burada. Ona görə Y geçdi. Baxalım 4-cü suala. Məsələnin tamamlıq vəzifəsində işləyən cümləni müəyyən edin. Arxayın ömür sürmək məgər çox böyük hünərdir. Hünərdir nə? Arxayın ömür sürmək tərkibin içindədir, mübtədadır. Yaşamaq yanmaqdır, yanasan girək. Yanmaqdır nə? Yaşamaq. Demək, tamamlıq deyil, mübtədadır və xəbərdir. Tanrım, mənə dünyaya doyunca baxmağa möhlət ver. Möhlət ver. Nəyə? Dünyaya doyunca baxmağa. Tərkibdir burada. Daha sonra fikirləşməkdən bezmişdi. Nədən fikirləşməkdən? Cavab deyil də. Rahat sualdır. D variantı. 5-də də dünyanı nəğməyə dolaşmaq üçün mənə boz at, qırat gərəkdir. Məqsəd səhvli idi. 5-ci suala baxaq. 5-ci sualın yarısı burada, yarısı oradadır. Bir dəqiqə. Mən bunu 2-yə bölüm. Davam edək. Deyir, verilmiş cümlələrin hər üçünə aid olan fikirləri müəyyən edin. Bu sözləri eşidərkən diksindim. Bir variantları oxuyaq ondan sonra. Qrammatik əsası təşkil edən üzvlərin yalnız biri iştirak etmiş. Yəni mübtəda xəbər. Görək hamısı üçün ortaq fikirdir. Bu sözləri eşidərkən diksindim. Mən diksindim. Xəbər var, mübtəda yoxdur. Dediklərinə inanmadım. Buna uyğun ola bilər. Bunu götürək. Yağıntılı keçdiyindən düzlər, zəmilər yumşaldı. Yamyaşıldır daha doğrusu. Yağıntılıq keçdiyindən düzlər, zəmilər yamyaşıldır. Yamyaşıldır nə? Düzlər, zəmilər. Bu hər ikisinə aiddir. Çünki burada mübtəda və xəbər hər ikisi. Ona görə biri silirik. Yəni bir olmaz. Bir olan variantlar geçsin. Zəhli ifadə vasitəsi fe'li birləşmədir. Bu sözü eşidərkən nə vaxt, nə zaman? Bəli. Yağıntı keçdiyindən düzdür. Burada da zərflikdir. Pəncərə qabağına dayanıb yağan qara baxırdı. Bu iki hər ikisinə aiddir. Pəncərə qabağına dayanıb fe'li birləşmə, yağıntılı keçdiyindən fe'li birləşmə, bu sözləri eşidərkən fe'li birləşmə. Demək, 2-ni götürdük, 1-i götürmədik. Ona görə burada 1-i silirəm, 2 olmayanları silirəm. Xəbərin nitq hissəsilə ifadə olunmuşdur. İnanmadım, diksindim, bəli. Düzlər, zəmilər, yumyaşıldı, düzdür. Qara baxırdı, düzdür. Xəbərin nitq hissəsi ifadə olunub, 3 də düzdür. 2, 3. Çox güman ki, cavab Y olacaq. İkinci dərəcəli cümlə üzrələrinin təyin və zərflik iştirak etmişdir. Niyə tamamlıq da var dediklərinə? Ona görə səhvdir 4. Daha sonra baxalım A5-ə. Sintaktik əlaqənin hər iki növünə istifadə edilmişdir. Məsəl üçün, birincidə tabesizlik var, ikincidə tabesizlik var, amma üçüncü cümlədə tabesiz əlaqəsi yoxdur. Ona görə 5-də səhvdir, bir də 6-da müəyyən şəxsi cümlədir, bəli. Cavab 2, 5, 2, 3, 6, Y variantı. Baxaqın 6-cı suala. Bunu saxlayaq. Bir dəqiqə. Hansı cümlələrdə söz birləşməsi ifadə olunmuş həmziz tamamlıqlar işlənib? Söz birləşməsi ilə ifadə olunmuş həmziz tamamlıqlar. Qızlar Bulağı əsərini Xudafərin körpüsü romanından sonra oxudum. Oxudum nəyi? Qızlar Bulağı əsərini. Bəli, tamamlıq söz birləşməsi ifadə olunub. İkinci nöqtənin söz birləşməsi həmziz tamamlıqlardır. Nə vaxt, nə zaman oxudum? Xudafərin körpüsündən sonra. Romanından sonra. Xudafərin körpüsü romanından sonra. Həmziz tamamlıq yoxdur burada. Ona görə bir getdi. Gəncin səliqəli geyimindən, hətta ayaqqabısının parıltısından danışdı. Gəncin səliqəli geyimindən, nədən? Geyimindən, nədən? Ayaqqabısının parıltısından. Burada həmziz, hansı cümlə söz birləşməsi ifadə olunmuş? Həmziz tamamlıqlar. Gəncin geyimi, bəli, 3-cü növdə düzdür. 2 düzdür. Üst-üstə qalaqlanmış odun parçalarına, nəyə? Odun parçalarına, bir tərəfə yığılmış kömür torbalarına nəzər saldıq. Nəyə? Kömür torbalarına. 3-də düzdür. Məktəb direktorları və bağça müdirləri kim? Məktəb direktorları və bağça müdirləri ilə, kimi ilə?
görüş keçirildi. Bu da həmcins tamamlıqdır. 204 C variantı. İnsan nə qədər təmkinli, səbirli olsa, bu onun sağlamlığına da xeyirdir. Burada yoxdur ümumiyyətlə. Həmcins tamamlıq yoxdur daha doğrusu. Tamamlıq var onun sağlamlığına. Məmmədxana, Gülpəriyə deyiləli sözlərin var idi. Burada tamamlıq var. Hətta həmcinslik də var, amma söz birləşməsində ifadə olunmayıb da. 2, 3, 4. Baxalım 7-ci suala. Hansı cümlədə əlavə zaman zərfliyinə aiddir? Baxalım 7-ci suala. Deyir, hansı cümlədə əlavə zaman zərfliyinə aiddir? Zalda əyləşənlərin çoxu, 10-cular bu təklifi qəbul etmədi. Burada mübtədiyə aiddir. Qəbul etmədi kim? Zalda əyləşənlərin çoxu. Zalda əyləşənlərin çoxu. Kim? 10-cular. Mübtədədir. Biz istirahətə adətən ilin ən isti vaxtında, yay aylarına gedirik. Nə vaxt, nə zaman? İlin ən isti vaxtında. Nə vaxt? Yay aylarında. Elə 7-də burada cavab B variantıdır. Həsən müəllim yaşa dolanda dərələyəcə, doğma ocağa qayıtdı. Haraya? Dərələyəcə, ocağa, yer zərfliyinin əlavəsidir. O kəndə çatanda axşamüstü idi. Saat 8 idi. Xəbərin əlavəsidir. Aşağıda Kür çayının kənarında gözəl istirahət günlükəsi var. Burada yer zərfliyinin əlavəsi. Harada? Aşağıda. Harada? Kür çayının kənarında. Cavab 7-də B variantı. Yenə uyğunluq istəyir bizdən. Baxaq. İsimlə amonim olan köməkçinin tiksəsi işlənib. Köməkçinin tiksəsinə amonim olan isim işlənib. Rahat da, çətin deyil. Yəni, burada özünüzü çaşdırmayın. Əfsus ki, ox hədəfə dəymədi. Ox burada isimdir və köməkçinin tiksəsinə amonimdir. Demək, köməkçinin tiksəsinə amonim olan isim işlənib. Bəli, 2A. İstəyirdi uşaqların əlindən tutub düz məktəbə dək aparsın. Düz burada ədatdır, isimli amonim olan köməkçinin tiksəsi işlənib, bəli. Özü ədatdır və isimli amonimdir. Birəbi, ay cəmaat, niyə durub baxırsınız, niyə kömək etmirsiniz? Ay burada köməkçinin tiksəsidir və isimli amonimdir. Birə BC, elə birə BC gedirsə B variantı olur da. Daha sonra dedi ki, onun bu il əkdikləri də doluya görə məhv oldu. Burada ümumiyyətlə elə bir ifadə yoxdur, yəni bu şərtləri ödəyən bir şey yoxdur. Tərəflər tezliklə razılığa gəlirlər. Tərəflər isimdir və qoşma ilə amonimdir. Ona görə də bunu yazırıq Y variantının 2-yə. Birə BC, 2-yə AE. Cavab 8-də B variantı. Səhərin alaqaranlığında şehli yarpaqlar günəşin ilk şəfəqləri ilə yuyunur, təbiətin oyanış nəğməsini sükutla dinləyirdi. Cümləsindəki feillərlə bağlı yanlış fikir istəyir. Səhərin alaqaranlığında şehli yarpaqlar günəşin ilk şəfəqləri ilə yuyunur. Yuyunmaq burada qayıdış növdədir. Təbiətin oyanış nəğməsini sükutla dinləyirdi. Dinləmək də burada məlum növdədir. Hər ikisi xəbər şəklindədir və hər zaman şəkilçisi var. Quruş da düzəltmədir. Dinləmək sadədir. Ona görə səhvdir. Ortaq deyil də. Biri indiki, digəri keçmiş zamandadır. Xeyr, hər ikisi indiki zamandır. Bu da səhvdir. Daha sonra kökləri və başlanğıc formaları fərqli nitq hissəsidir. Yumaq feildir, yuyunmaq da feildir. Başlanğıc forması və kökü feildir. Dinləmək də feildir, başlanğıc forması da kökü də feildir. Fərqli nitq hissəsi deyil. Eyni nitq hissəsidir. 3 də səhvdir. Cavab qalır A. Biri qayılış, digəri məlum növdür, düzdür, bayaq bunu dedik. Daha sonra kökləri isimli amonimlik təşkil edir. Yu deyə amonim isim yoxdur, axı, bu səhv fikirdir, 5-də. Hər ikisi təsdiqdədir, bəli. 1, 2, 3, 4, 5, 4 yoxdur, daha doğrusu. 1, 2, 3, 5, cavab 9-da A variantı. Baxaq 10-cu suala. Leksin normanın pozulduğu cümlələri müəyyən edin. Baxaq. Ağır və məşəqqətli uşaqlıq illəri onun yaddaşında
Yaddaşımda bir də bu mən testə baxım, tam görə bilmirəm. Bəli, burada iri sözüdür. Hə, deyir, iri silinməz xatirələr buraxmışdı. Bu iri xatirələr norma pozuntusudur. Burada ümumiyyətlə leksi normal düzgün işlədilməyib, ifadə düzgün işlədilməyib, ona görə bu səhvdir. Yəni pozduqdur, düz götürəcəyik. Xəstəni diqqətlə müayinə edən həkim təlaşla xəstəni təcili əməliyyata hazırlayan dedi. Burada bir problem yoxdur, leksi normaya aid. Qonşuluqdakı balaca qız o qədər hazır cavabdır ki, ona söz çatdırmaq olmur. Burada problem yoxdur. Uğura gedən yolda gərək yüksək addımlarla yox. Yəni norma pozuntusu buradadır. Yəni düzgün işlədilməyib ifadə 1-4 D variantı. Keçmişi dəyişə bilməzsən, lakin gələcək sənin öz əlindədir. Bəli, burada da problem yoxdur. Baxaq növbəti 11-ci suala. 10-cu suala cavab E variantı. 11-də nə deyir? Bir dəqiqə, hə. Yalnız xəbərin iştirakı ilə formalaşan cümlələr. Deyir, Eylerin diaqramdakı yanlış fikirləri müəyyən edin. Yalnız xəbərin iştirakı ilə formalaşan cümlədir. Yəni, demək istəyir ki, yalnız xəbərin iştirakı ilə formalaşan cümlədir. Baxaq, yıxana balta çalmazlar. Binanın təmirini 2 aya başa çatdırdıqlarına söz verdilər. Burada, ya bu səhv fikirdir də. Yalnız xəbərin iştirakı ilə formalaşan cümlədir, səhv fikirdir. Biri götürəcəm. Şəxsiz cümlədir. Binanın təmiri 2 aya başa çatdırdıqlarına söz verdilər. Qeyri-müəyyəndir, şəxsiz deyil. Daha sonra hər ikisi söz verdilər, yıxana balta çalmazlar. Nəqli cümlədir, düzdür. Ümumi şəxsi cümlədir. Bəli, fikir hamıya aiddir. Yıxana balta çalmazlar. Xəbəri feilin arzu şəkillə ifadə olunub. Çalmazlar, çalarlar. Xeyr, bu artıq qeyri-qəti gələcək zamandır. Xəbər şəklindədir. 5 də səhvdir. 1, 2, 5 A variantı. 12-ci suala baxaq. Verilmiş nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Aha. Eldar həyəcanının səbəbini dostundan gizlətməyərək,